Sumqayıt Şəhidlər Xiyabanında 27 sentyabr 2020-ci il tarixində başlamış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərərək şəhid olmuş Həsənzadə Məhəmmədəli Hörmətoğlunun anım günü tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidimizin yaxınları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edib. Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev bildirib ki, sentyabr 27-sindən başlayan 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərib, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək qələbə qazanıb və tarixi ədalət bərpa olunub. Şəhidimizin atası Hörmət Həsənov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlığını bildirib. Sonda Sumqayıt şəhərində yerləşən mərasim evində ehsan verilib